Xəstə Cabbarov Əsgər 18 yaşında 22 yanvarda klinikamıza daxil olmuşdur. Universitetdən çıxarkən ehtiyatsızlıqdan tikinti sahəsinə yıxılmışdır və politravma ilə bizim klinikaya daxil olmuşdur. Daxil olarkən bizdən öncə onu da qeyd eləmək istəyirəm ki, digər tibb mərkəzinə müraciət olunmuşdur. Orada baş beyin və qarın boşluğunun kompüter tomoqraması aparılmışdır və xəstədə ciddi bir xəsarətin olmaması nəzərə alaraq xəstəyə məsləhət görülmüşdür ki, müalicəni ev şəraitində davam eləsin. Ondan sonra bizim klinikaya da müraciət elədi. Biz demək baxış keçirəndən sonra qərar verildi ki, xəstədə kəllə-beyin travması var və böyrəyin cırılmasının olması diaqnoz olundu. Aparılmış təcili tədbirlər nəticəsində həyati göstərişlə xəstə əməliyyata alındı. Əməliyyat zamanı böyrəyin tam olaraq iki hissəyə parçalanması aşkar olundu və həm retroperitoneal sahədə, həm qarın boşluğunda böyük həcmli hematomaların olması müşahidə olundu. Xəstəyə nefrektomiya icra olundu. Bugün əməliyyatdan sonra 5-ci gündür. Xəstənin ümumi vəziyyəti yaxşıdır. Əsgər, necəsən? Şükür, yaxşı. Narahatçılığın var? Kesin narahatçılığım. Yaxşısan indi? Da diqqətli olarsan bundan sonra gəzəndə. Bugün inşallah xəstəmizi tam kafi vəziyyətdə evə yazmağa planlaşdırırıq.